4 il, 63 min mil. Təsəvvür edin, bir adam motosikletlə bütün dünyanı gəzir. Ted Simon'un bu səfəri amma sadəcə yolları qət etməkdən ibarət deyildi. Bu həm də insanın öz daxilinə, mənliyinə doğru inanılmaz bir səyahət idi. Bəs belə bir epik səfər insanı necə dəyişdirə bilər? Əsl məna harda gizlənmişdi? Gəlin bu heyrətamiz hekayəyə baş vuraq. Bax, elə bu sual var ha. Simon'un özü səfərin bir nöqtəsində bunu düşünür. Bütün bu hekayənin canı da elə budur. Söhbət təkcə kilometrlərdən, keçilən ölkələrdən getmir. Söhbət həm də ağılın, şuurun sərhədlərini aşmaqdan gedir. Yəni bu səfər fiziki bir şeydir, yoxsa tamamilə insanın içində baş verən bir proses. Və bu möhtəşəm səfər hardan başladı bilirsiniz? Ən çətin yerdən. Simon bilərəkdən, qəsdən ən çox qorxduğu qitəni seçdi. Afrikanı. Bu xəritəyə baxın. Bu sadəcə bir marşrut deyil. Bu, onun öz qorxularının düz mərkəzinə doğru çəkdiyi bir cəsarət xəttidir. Kainata meydan oxumaq. Bəli, bu, səfərin əsl motivasiyası idi. Yəni, bir insanı dururkən belə dəli bir səyahətə çıxmağa nə məcbur edə bilər ki? Simon üçün bu, sadəcə gəzmək deyildi. Bu, sanki bütün kainatla bir güc sınağına çıxmaq idi. Tamamilə şəxsi bir sınaq. Və bu sınağı öz sözləri ilə necə ifadə edir, baxın. Əgər Afrikanı fəth edə bilsəm, düşünürdüm ki, dünyanın qalan hissəsi ilə də inamla üzləşə bilərəm. Görürsünüz, məsələ qitəni keçmək deyildi. Məsələ özünü fəth etmək idi. Afrika onun üçün sadəcə coğrafiya yox, psixoloji bir sınaq meydanı idi. Hətta o dərəcədə ki, başına gələn hər bir maneəni şəxsi bir şey kimi qəbul edirdi. Elə bil ki, bütün kainat birləşib ona deyirdi: dayan, bacarmayacaqsan. Təsəvvür eləyin, yola düşürsünüz və sizin marşrutunuzda birdən-birə tam miqyaslı bir tank müharibəsi başlayır. Başqa adam olsa geri dönərdi, amma Simon bunu kainatın ona göndərdiyi bir sınaq kimi görürdü. Bəli, kainat ona maneələr göndərirdi, amma bu maneələr təkcə onun təxəyyülündə deyildi. Bunlar çox real, çox fiziki sınaqlar idi. Gəlin indi Simonun yolda nələrlə üzləşdiyinə daha yaxından baxaq. Deməli, nələr var idi bu maneələr arasında? Tam miqyaslı tank müharibələri, düşmənçilik edən məmurlar, heç kim olmayan bir yerdə motosikletin xarab olması, tükənmək bilməyən yorğunluq, xəstəliklər, korrupsiyaya batmış sərhədçilər və ən əsası daimi bir qeyri-müəyyənlik hissi. Bu, 1-2 günlük bir şey deyildi. Bu, onun 4 il boyunca hər gün yaşadığı reallıq idi. Və bəzən bu maneələr o qədər absurd olurdu ki, adamın inanmağı gəlmirdi. Məsələn, bir hadisə var Braziliyada. Gömrük məmuru Simonun mərasim qılıncını əlindən alır. Səbəbini soruşanda isə məmur qılıncı qınından çıxarıb deyir: əgər bunu içəri buraxsaq, yerlilərin onlara sahib olmasının qarşısını necə ala bilərik? Bax, belə bir məntiq. Amma, bilirsiniz, bütün bu xarici çətinliklər, müharibələr, korrupsiya, xaram olan motosiklet, bunların heç biri əsl düşmən deyildi. Əsl mübarizə Simonun öz içində gedirdi və ən çətin millər asfalt üzərində yox, onun öz zehninin içində qət edilirdi. Yaxşı, bəs nə idi o zaman ən böyük sınaq? Müharibələr deyilsə, xəstəlik deyilsə, bütün bu 63 min millik səfərin ən böyük çətinliyi nə ola bilərdi? Cavab onun öz etirafında gizlidir. Deyir ki, içimdə adsız bir dəhşət var idi və indi ona bir ad qoymağın vaxtı gəlmişdi. Bəli, ən böyük düşmən yollar, sərhədlər deyildi. Ən böyük düşmən onun öz içindəki qorxuları idi. O bastırılmış, adını qoya bilmədiyi dəhşət idi. Və bu daxili düşmən onu heç rahat buraxmırdı. Gecələr yuxularına təhdidkar bir varlıq girirdi. Gündüzlər isə tamam başqa bir sınaq var idi. Tərk etdiyi o rahat həyatın xəyalları. İsti yemək, təmiz yataq. Simon buna reklamla sınaq deyirdi. Elə bir ki, keçmiş həyatı ona durmadan reklam olunurdu. Amma bilirsiniz nədir maraqlı olan? Məhz bütün bu sınaqların həm daxili, həm də xarici mübarizələrin ortasında bir şey oldu. Bir aydınlanma. O, dünyaya tamamilə yeni bir gözlə baxmağa başladı. Onun keçirdiyi dəyişim, transformasiya həqiqətən də heyrətamizdir. Səyahətə çıxanda yad insanlardan qorxurdu. Amma yolda qarşılaşdığı şey tamamilə səbəbsiz, təmənnasız bir səxavət oldu. Dünyanın düşmən bir yer olduğuna inanırdı, amma öyrəndi ki, qorxunu əslində müsbət enerjiyə çevirmək mümkündür. Və ən vacib kəşfi, hədəfin mənzilə çatmaq olmadığını anladı. Hər şey səyahətin özüydü. Və bu dəyişimin ən təsirli sübutu məncə Sudanda yaşadıklarıdır. Özü də deyir ki, heç vaxt belə səbəbsiz bir səxavətlə qarşılaşmamışdım. Sonra da əlavə edir, görürdüm ki, kimsə mənim hesabımı ödəyib və məndən əvvəl gedib.
Təsəvvür edin, tamamilə yad insanlar sizin hesabınızı ödəyir və sakitcə çıxıb gedir. Bax, bu təcrübələr onun insanlığa olan bütün baxışını alt-üst etdi. Və bütün bunların nəticəsində o səyahətin əsas fəlsəfəsinə gəlib çıxdı. Anladı ki, gələcək haqqında nəsə gözləmək, planlar qurmaq boş şeydir. Çünki əhəmiyyətli olan tək bir şey var. O an, yəni səyahətin özü. Məqsəd finiş xətti deyildi. Məqsəd yolun özü idi. Yaxşı, bəs bütün bu aydınlanmalardan sonra nə oldu? Səyahət bitdi, Simon evə döndü. Amma qayıdış heç də möhtəşəm bir final olmadı. Əksinə, çox qarışıq idi. Gəlin indi səyahətin əsl mənasının harda üzə çıxdığına, yəni qayıdışa baxaq. Səyahətin bir nöqtəsi var ki, o həqiqətən də qələbə hissini yaşayır. Bu, Cape Town'a çatdığı andır. Afrikanı, o ən böyük qorxusunu tamamilə keçmişdi. Öz sözləri ilə desək, mən bunu etdim, mən hüzur içindəyəm. Bu, onun üçün mənəvi bir zirvə idi. Səfərin pik nöqtəsi. Amma qəribə olan budur ki, bu dərin hüzur anı səyahətin sonu deyildi. Və paradoks da elə budur ki, 4 ilin sonundakı o rəsmi finiş xətti, Afrikadakı o qələbə anı qədər mənalı gəlmədi ona. Səyahətin sonu da elə başlanğıcı kimi sanki təsadüfi, mənasız bir şeydi. Evə qayıdanda isə heç bir zəfər, heç bir qəhrəmanlıq aurası yox idi. Tək idi. Və içində dəhşətli bir boşluq, ziddiyyətli hisslər fırtınası var idi. Elə tükənmişdi ki, bütün bu yaşadıkları haqqında bir cümlə belə yaza bilmirdi. Sanki bütün enerji yolda qalmışdı. Yaxşı, gəldik yekun suala. 4 il, 63 min mil, saysız hesabsız çətinliklər, möhtəşəm kəşflər və sonda bir tükənmişlik. Bütün bunların mənası nə idi? Bütün bunlar nəyə görə idi? Və cavab, bəlkə də ən gözəl şəkildə onun bu son cümləsindədir. Və o gündən sonra günlərimin çoxunu xatırlamağa çalışaraq keçirəcəkdim. Bax, məna budur. Simon anladı ki, səyahətin əsl dəyəri harasa çatmaqda deyildi. Əsl dəyər o yolda toplanan xatirələrdə, insanın keçirdiyi o dəyişimdə idi. Səyahət əslində heç vaxt bitməmişdi. O sadəcə olaraq Simonun yaddaşına köçmüşdü və ömrünün sonuna qədər xatırlanacaq bir hekayəyə çevrilmişdi.